Heç düşünmüsünüzmü ki, niyə bu qədər sünni intellekt pulsuz şəkildə mənim və sizin ixtiyarınıza verilir? Heç bir böyük şirkət bizim halımızı acıyıb, milyardlarla dolları serverlərə və saxlanmasına xərcləmir ki, biz pulsuz istifadə edək. Birinci səbəb budur. Biz istifadəçi deyilik, biz sünni intellekti öyrədən işçilərik. Sünni intellektin dəqiqləşməsi üçün insani feedback deyilən bir şey ehtiyacı var. İnsanlar kimi düşünə bilməsi üçün milyardlarla dəfə bizim tərəfimizdən düzəldirilməlidir. İndi təsəvvür edin ki, bunun üçün işçi götürsəydilər, nə qədər böyük xərclər çıxardı. Ona görə də bunu pulsuz etdilər ki, istədikləri iş həcmini təmin etsinlər. İkinci məqsəd isə geri dönməz bir asılılıq yaratmaqdır. Kalkulyator çıxanda zehni hesablamalar zəiflədi. GPS çıxanda insanların yol tapma və istiqamət hissi xeyli zəiflədi. İndi isə sünni intellekt gəlib ki, düşünmə və məntiq qurma qabiliyyətimizi əlimizdən alsın. Məqsədli şəkildə. Elə təsəvvür edin ki, 5 il sonra nə e-mail yaza biləcəksiniz, nə kod. Hər şey sünni intellektdən asılı olacaq. Müstəqil düşünmə qabiliyyəti olmayan insan nə tənqid edə bilər, nə etiraz edə bilər, nə də sistemin çərçivəsindən kənar düşünə bilər. Bu çox məntiqlidir. Dünən həqiqəti bilmək üçün 10 saat yoxlayırdınız ki, əmin olasınız. Bu günü isə sadəcə sünni intellektdən soruşursunuz və sanki o müqəddəs bir kitabdır, ona güvənirsiniz. Buna insanın əhliləşdirilməsi deyilir. Düşünən insanın istehlakçıya çevrilməsi. Bəs niyə rəqəmsal iqtisadiyyatda birinci olan bu qədər önəmlidir? Çünki məqsəd budur. Rəqiblər formalaşmamışdan və dövlətlər sərt qanunlar tətbiq etməmişdən bütün bazarı ələ keçirmək. Xülasə biz indi məhsul yığım dövründəyik. Bizə pulsuz narkotik verirlər, hesabı isə sonra göndərəcəklər.